Salam, necəsiz? Sonuncu vlogumu baxıram ki, düz 6 ay öncə paylaşmışdım. Yeni il abu havası, yəni yeni ildə. Yəni 6 ay keçib. Ona görə fikirləşirəm ki, lütfən mən qayıdım və yeni vloqlarla gəlim sizə. Çünki mənə Instagrama, TikToka çox yazırlar ki, vloqlar üçün darıxırıq. Gəl, vloqları paylaş. Okay. Bugün çox belə qarışıq bir günüm olacaq. Belə deyim, qəti hazırlaşmamışam. Və bugün planım nədir? Deməli duş aldım, əynimi geyindim. İndi tez sizinlə birlikdə make-up edəcəyik. Daha sonra gedəcəm tələbəmə sertifikatı təqdim eləyəcəm salona. Ondan sonra rəfiqəmlə görüşəcəm və rəfiqəmlə nə edəcəyik? Rəfiqəmlə sizi tanış edəcəm. Sizi də rəfiqəmlə, rəfiqəmi sizinlə. Daha sonra burada, yəni biz tərəflərdə, inşaatçılarda gedəcək bir mağazalara. Rəfiqəm özünə nəsə almaq istəyir, yadımdan çıxıb nəsə dedi almaq istəyirəm. Çanta istəyirəm dedi, nakitka istəyirəm, nəsə belə bir şey dənizə giymək üçün. Mən də sadəcə buraları daha yaxşı tanıyıram deyə dedim ki, mən səni aparacağam buradakı mağazalara və ev üçün belə əşyalara, belə mağazalara gedib baxacağıq. Vlogun adı, çəsnə bilmirəm nə olacaq. Nə olsun vloq adı? Bilmirəm. Siz bu vloqun adını nə qoyardınız? Rəylərdə yazın. Hələ ki bilmirəm. Yəqin ki bu videonu, vloqu artıq paylaşanda vloqu təbii ki də adı olacaq. Gedək baxaq nə olacaq. Artıq mənim otağımdayıq. İndi isə işığı baxmaq istəyərdim ki makiyaj da qəşəng görünsün. Belə lampam var burada. Deməli mən də sizin üçün çox darıxmışam, xanımlar. Bunu belə qoyaq. Sarış qəşəngdir, ağ, yoxsa belə. Məncə bu qəşəngdir. Gözünüzü dağıtmayın baxanda. Çünki kimsə televizordan baxır vloqlara. Okay. Deməli mən də sizin üçün çox darıxmışam. Sadəcə olaraq işimlə əlaqədar vaxtım yox idi. Sırf YouTube vloqu çəkməyə, uzun vloqlar çəkməyə. Çünki mənim işim var, mənim körpəm var. Yəni mən necə deyim, yəni vaxtım yoxdur. Amma təbii ki də mən Instagramda paylaşımlar eləyirəm, TikTokda paylaşımlar eləyirəm. Çünki mənim də həm marağım daha çox Instagramdır, nəinki TikTok, daha çox Instagram mənə daha maraqlı gəlir. YouTube'da maraqlı gəlir. Sadəcə YouTube'da biraz başqa cürədir, Instagramda başqa cürədir. YouTube'da gərək sırf mən ancaq YouTube çəkim. Başa düşürsüz? Mən gərək tüm günü belə əlimdə kamera ilə hər anı çəkim, yoxsa maraqsız bir şey çəksəm mənası olmayacaq, sizə də maraqlı olmayacaq. Ümumiyyətlə bu neçə aylar ərzində həyatımda elə bir şeylər baş verdi ki, yəni bilmirəm, yəni sadəcə belə çox qarışıqdır hər şey. Ümumiyyətlə Türkiyədən qayıdandan sonra həyatımı hələ də işlə necəsə okey belə başıma qatıram, amma hələ sanki özümü tapmamışam, yəni bilmirəm. İstəyirdim aksesuar taxım. Belə orqanayzerim var məndə. Burada belə aksesuarlar var, amma bilmirəm nə taxım. Nə taxa bilərəm. Onsuz da göyə hara gedəcəm, amma yox, tələbəmlə şəkil çəkdirəcəyik. Belə sepimi taxmaq istəyərdim. Chanelka, məncə qəşəngdir. Gəlin bunu taxaq. Həm də ki, bugün aksesuarlar da almaq istəyirəm. Ona görə çox gözü yormayan, yekə böyük bir şey taxmayacağım. Ki, taxmayım, yox, qoy taxım. Çünki şəkil də çəkdirəcəm. Bilirəm ki, əynimdəki kofta da maraqlı gəlir sizə. Bəlkə kiməsə artıq maraqlı gəldi. Bunu mən Temu'dan sifariş eləmişəm. Və çox qəşəng, münasib qiymətli sifariş edirəm. Oy, bağlamadım. Bu çox balacadır. Mən bu necə bağlayım belə? Bağlaya bilmirəm. Gözləyim, bunu çalışım baxmağa. Videonun çox dəqiqəsi ilə buna gidəcək. Yox, bağlaya bilmədim. İndi bağlayıb qayıdacağım. Vəsə, taxdım. Bu qızıldır. Bilmirəm, bayaq dedim, bu qızıldır. Elə də bahalı bir set deyil.
Amma çox xoşuma gəlir sırf bunun belə şanelka olmağı, sadə olmağı. Yəni çox sadə görünür. Xoşum gəlmir burada belə şir, pələng, delfin, nə bilim, güllər olanda. Bir də sizə tonal kremi göstərmək istəyirəm. Zaqar eləmişəm bu arada, bilmirəm görünür buradan ya yox, amma çox belə qaralmışam. Salyeriyə getmirəm. Gedirdim, sonra Salyerini hal-hazırda dayandırmışam. Çünki bundan da qara. Onsuz da dənizə hələm gedəcəm. Hələm 1-2 ayımız var zapasda. Daha doğrusu 1 ay neçə gün. Amma çalışdığım qədəri hər gün gedirəm mən. Və özümə belə Wet n Wild'ın bu tonal kremi sizə göstərmişəm. Amma məndə Golden beige rəngi idi. Bu isə Desert beige rəngidir. Tünd rəngidir. Və üzümə kakraz olur. Yəni çox belə göstərim. Kakraz. Dənə belə eləyirəm. Baxın, üzüm rəngindədir elə. Dərimin rəngindədir. Yayanda vəbşə heç nə elə bilinmir. Göz altımda qara var deyə buralarda fərq var. Amma baxın, buralara belə eləyirəm, yayıram. Heç elə bil fərqi yoxdur. Çox az eləyəcəm. Bayaqdan fırçamı axtarıram burada və tapa bilmədim. Burada bir dənə belə fırçam var. Ay yox, tapdım. Tapdım. Ən sevdiyim fırçam. Deməli, tələbəmlə dərslərimizi bitirdik. Instagramda izləyən izləyicilər görüb. Yəqin xanımı da. Və bugün ona sertifikat təqdim edəcəm. Sizə də göstərərəm. Əgər icazə versəm, çəkərəm. Bilməyənlər üçün də mən onlayn vizaj kursları yox, fərdi şəkildə də keçirəm. Yazılmaq istəsəniz Instagram səhifəmə yazın və yazın. İndi yaydır. Peki siz işləmək istəyirsiniz. Artıq qış aylarında bilmirsiniz özünüzü nə ilə məşğul edəsiniz. Ona görə vizaj kurslarına yazıla bilərsiniz. L'Oreal Infallible concealer'ını götürürəm. Və çox az, çox eləmək istəmirəm. Bir tık bura, bir tık bura, bir tık bura, bir tık da bura eləyirəm. Bir də ki, qaşlarımı yeni permanent elədim. Bilmirəm, ümumiyyətlə görürsünüz məndə bir dəyişikliklər. Bunu da rəy də yazıb zəhmət olmasa. Qaşlarım mənim yadınızda uzun idi, amma indi qısadır. Daha sonra permanentdən ikinci həftədir belə. 2 həftə tamam olmayıb, 2 həftə keçib. Artıq koruçka qaşımdan çıxıb və görün necə qəşəng qaş alınıb. Bunu mənə Məks xanım eləyir. Artıq 2 illik mənim qaş permanent microblading ustamdır. Və əl işini çox bəyənirəm. Həm də onda lazer aparatı var. Qaşı özü silir, özü forma verir. Bunu çox bəyənirəm onda ki, hər şeyi özü eləyir. Yəni digər ustalar kimi səni göndərmir ki, falan ustanın yanına get, o sildirsin, sonra gələrsən yanıma. Özü də gedib aparatı alıb ki, qaşları özü silsin. Və mən istəmirdim əslində. O özü mənə dedi ki, sənə artıq lazımdır tam silmək uclarını və belə qaş eləmək. Çünki belə qaş sənə daha yaxşı yaraşır. Yəni baxmayaraq ki, mənim göz bu hissəsi çox da ətli deyil, amma buraları ətlidir. Və qaşım buradan belə olanda bu istər-istəməz ağır baxış olur da. Amma indi açılıb buralar və bəyənirəm. Təzə-təzə örgüşə bilmirdim, amma indi məsələn bilirəm ki, çəni bura yayanda gözüm lap belə uzun sov, yumru, qəşəng görünür. Xoşum gəlir göz uzun sov görünəndə. Aha, sadəcə konsilleri yaydım. Çox az eləyirəm. Belə. Və fikir verirsinizsə kipriklərimdə də heç nə yoxdur. Öz kipriklərimdir. Çalışdığım qədər qaynaq falan heç nə eləmirəm. Elədiyim yalnız budur. Bunu hətta maskaradan əvvəl eləyirəm. Baxın, belə şəffaf rəngdədir. İndi eləyəcəm bunu da. Və sadə maskaradır. Başqa heç nə eləmirəm. Çox pis bu Temu kipriklərinə, necə deyim, baş qoşmuşdum, yapışırdım. Sonra vazgeçdim. Bilirsiniz niyə? İstər-istəməz kley tökür, daimi eləyəndə. Mən də daimi eləyirdim. Mən nə isə eləyirəm, sonra dayana bilmirəm elə bil. Əl çəkə bilmirəm ki. İndi pudranı belə yalnız bu hissəyə belə keçirəm.
Göz altımız ən yaralı yerdir xanımlar. Gözümün üstü, alnım, yəni bura bu tək hissələr. Və salam. Pudra da məndə Like'dı, bilmirəm necə düzgün adlanır. Like'dı, belə pudradır. Bəyənirəm, qəşəngdir. Okey, indi biraz istəyərdim özümə bronzer eləməyə. Bu bronzeri bəlkə də 1000 dəfə canlıda da görmüsünüz, TikTokda da görmüsünüz, YouTube'da da görmüsünüz. Golden Rose'un Terracotta rəngidir, 110 nömrədir. Və sadəcə belə keçəcəm. Çünki çox bronzda olmaq istəmirəm. Bu niyə bəyənirəm? Bunda parıltı da var, bilmirəm görünür buradan ya yox. Və rəngi belə gözəl rəngdir də, tünd rəngi deyil. Və parıltı verir üzə. Qəşəngdir, bəyənirəm belə. Okey, çox az eləyirəm. İndi nə edəcəm? Götürürəm bunu. Və baxın, birinci ağ rəngdə olur. Sonra şəffaf rəngdə olur. Və düz diblərindən belə keçirəm. Bunu niyə almışam? Bunu daha öncə də istifadə eləmişdim. Kastor yağı da tətbiq edirdim kipriklərim. Sadəcə kipriklərim onsuz da aşağı baxır. Və o kastor yağını eləyəndə daha da elə bil ağırlaşırdı kipriklərim. Düzdür, uzadır, çox qəşəng uzadır. Hətta qaşlarıma belə eləyirəm ki, qaşlarımda tüklər qəşəng uzansın. Amma fikirləşdim ki, yağın üstündən də maskara eləyəndə heç qəşəng olmurdu. Məsələn, köllərlə də bunu sıxırdım, qəşəng olmurdu yəni. Amma bunu eləyirəm, bu quruyur. Görürsünüz, indi ağ rəngdədir, biraz belə quruyur, hələ qurumuyub və üstündən də maskaranı keçəcəm. Maskaralarım çoxdur. Son araları bunu istifadə edirəm. Bu ümumiyyətlə mənim daimi sevdiyim maskaradır. Teleskopik L'Oreal, daha sonra Vivienne Savo Cabaret çox qəşəngdir. Ən sevdiyim budur. Panorama. Bunu hələm Türkiyədən almışam, hələ də qalıb. Daha sonra sanki bu Teleskopikin analogudur. Hətta fırçaları da çox bənzəyir. Sadəcə olaraq bu beləsinə gəlir. Belə göstərim, görürsünüz. Bunu da çox bəyənirəm. Bəlkə bunu eləyək. Məncə gəlin bu səfər bunu eləyək. Aha. Görürsünüz, yavaş-yavaş qurudu. Bu göz ümumiyyətlə tam quruyub. Heç nə olmaz, eləyək. Bir də bunun effekti nəyə qəşəngdir? Bu həmən sosun dən-dən eləyir, həm də kiprikləri. Belə. Görürsünüz, kipriyimin bu hissəsində boşluq var. Hamısı Temu kipriyindən olub. Düzdür, yenə də gözəldir. Bəyənirəm, can rahatçılığıdır Temu kiprikləri. Amma özümə söz vermişəm ki, elə tez-tez istifadə eləməyəcəm. Ayda, məsələn, 2-3 gün eləyərəm, qalsın. O da çox vacib olsa, harasa belə geçsəm, mini tətil kimi bir yerə ki, özümlə maskara daşımayım, bilirəm ki, suya girəcəm. Belə. Oy, təbii ki də bu bura dəyməli idi. Heç nə olmaz. Belə. Yəni, bu mənim öz kipriklərimdir və Temu kiprikləri deyim ki, lap töküb kipriklərimi, ya nəsə yox. Sadəcə olaraq kleydir. O kleyi də mən belə dartanda və ya məsələn yağını eləyəndə istər-istəməz biz bunu belə çıxardırıq da, yəni özünə düşüb əlimizə belə düşmür ki, qopurdu kipriklər. Ona görə istəmirəm elə olsun. Bu kipriyimdə yoxdur problem, amma bu gözümdə bu kipriklər var. Mən bayaqdan iş yerimdəyəm. Elə gəlin yeri gəlmişkən otağımı da göstərim sizə. Bu mənim otağımdır. Bu salondur. Salon İnqilabda yerləşir. Məndə ayrı otaqdır. Tələbəm də getdi. Belə şəkillər çəkdirdi. Sertifikat ilə.
Siz də mütləq yazılın kurslara. Məndə 2 kurslar var. Həm özünə makiyaj et. Yəni xanımlar hansı ki özünə makiyaj edə bilmir. Liner çəkə bilmir, kipri yapışdıra bilmir, üz konturlamasını eləyə bilmir. Bunları biz dərs zamanı sizinlə birlikdə öyrənirik. Qiymətlər də münasibdir. Mən Türkiyədə də olanda belə işləyirdim. Hətta onlayn kurslarda keçirirdim. Hətta bir neçə vloqumda da var idi, paylaşırdım. Girib baxa bilərsiniz digər vloqlarda da. Çox maraqlıdır. Xanımlar gəlir, gənc xanımlar gəlir, daha belə 40-50 plus xanımlar da gəlir. Amma bugünkü tələbəmlə bizdə professional vizaj kursları idi. Ona görə sonda sertifikat təqdim olundu. Uşaqlar orada. Və dərsimiz sona çatdı. İndi də artıq mən gedirəm rəfiqəmlə görüşməyə. Belə. Makiyajım da belə alındı. Sadəcə liner əlavə elədim gözlərimə. Başqa belə heç nə. Geyimim də belə sadə belə qara şal var. Kofta və qara çanta. Gəlin sizə göstərim çantamın içində nə var. Gözlüyüm belə. Qapını bağlayın ki, rahat görəsiniz. Temudan rəfiqəm, bilmirəm deyəsən ilk dəfədir sifariş eləyirdi. Mən dedim elə yaxşıdır Temuda o da təriflərimizi o da dedi okey. Açmamışam, elə indi açıram. Gəlin belə göstərim sizə. Aha. Deməli belə bir platya bəyənib. Rəfiqəm bu arada çox gözəldir, hündürdür və ona belə uzun platyalar çox yaraşır. Mən də çox bəyənirəm və bu hissələri belə krujvalıdır və bu platyanı 15 manata aldıq. O mənə pul göndərdi. Mən də bir neçə sifariş eləmişdim. Bir 50-70 manatlıq sifariş elədik. Amma məncə bəyənəcək bir platyanı. Belə baxanda şəkildəki kimidir. Ola bilər bəlkə materialını biraz bəyənmədi, biraz ağır deyil, çox yüngüldür. Amma məncə bəyənər. Çünki rəngi də gözəldir, səliqəli tikilib. Siz bundan da bəzi hissələri bənzəyir. Və əynində məncə çox gözəl olar. Çünki o dediyim kimi hündürdür və bu platya da hündürlüdür. Yəni mən belə tutdum indi özümdə. Hələ gərək mən kabluk geyinim ki, o məndə belə qalsın. Maksimum çox hündür olsa belə, uzun olsa, məncə onu kəsib tikdirə bilər. Xoş durur dərziyə getməyə. Bu arada mən də dərziyə getməliyəm. Hər dəfə yadımdan çıxır. Rəfiqəmlə görüşdük. Oy, biz gedək buradan. İndi mağazalara baxacağıq. Sadəcə olaraq mağazalarda mahnı olur deyə çox çəkə bilməyəcəm. Burada bəlkə var. Hə, var. Ona görə çəkə bilməyəcəm. Bilmirəm, səsim necə gələcək, küləkdir. İnşaatçılarda çoxlu mağazaları var. Shinsei və digər kosmetik mağazaları. Gəldik sadəcə baxmağa. Sabah dənizə gedəcəyik. Ümumiyyətlə, hər gün dənizə gedirik. Akvaparka gedirik və zaqar eləmişik. İstəyərdik belə nakitka dəniz üçün və ya maraqlı bir şey olsa, sadəcə çəkim, həm sizə göstərim. Həm də ki, vlogu belə planlaşdırmayıb çəkmişəm deyə məncə maraqlı alınar, həm də uzun vlog olacaq. Deməli, burada altda belə mağaza var, Nazrin Cosmetics. Daha girək. Nə var burada? Hər şey var ya burada. Lüks vizajın qaş sabir. Məncə orada olacaq, burada yox. O tərəfdən. Burada hər şey var. Top Face, Galior. Bu brendi görmüşəm, amma istifadə eləməmişəm daha doğrusu. Burada hər şey var. İndi Shinsei-dayıq. Shinsei mağazasını 2-3 aycıq kəşf eləmişəm. Və burada belə deyim də münasib qiymətlidir. Amma bəzi şeylər, məsələn bu koftanı götürür 15 manatdır. Hətta 15 15 manatdır, 14.99. Yəni sadə belə bocudur. Bu, nə bilim belə. Məsələn bu 13 manatdır. Böyük bədənli üçündür. Yerə düşdü. Ay Allah, yerdə nə qədər paltar var. Götürək bunu, asaq vura hamısını. Düzdür, mən bunu atmadım, amma yenə də
qoyuram. Yəni belə, burada həm uşaqlar üçün, həm böyüklər üçün geyimlər var. Çantalar var, ayaqqabılar var, iç geyimləri var. O, mənim ayaqqabılarıma oxşuyur, ayağımdakı. Nə qəşəngdir. Hansı? Ancaq eldə qalıb. Daha qəşəngdir. Daha bir də şortiklar da var. Hətta indi bunlar çox dəbdədir. Altı güpür olan. Artıq evdəyəm və kölgəmi görürsüz hal-hazırda. Elə də bir şeylər almadım. Sadəcə belə 1-2 aksesuar aldım və ən bəyəndiyim alış-verişi göstərirəm. Bu şalvardır. Belə şalvardır, belə qısaca göstərim. Alt hissəsi belədir. İndi belə şalvarlar çox dəbdədir. Həm vintage stildədir, həm də ki belə razrezi var aşağıda. Və kablukla da çox qəşəng görünür. Sadəcə onu deyə bilərəm ki, bu şalvardan bir dənə razmer qalmışdı və mən bu şalvarı sizcə neçəyə aldım? 19 manata. Amma yəni çox keyfiyyətli şalvardır. Mən belə şalvar axtarırdım. Məndə var belə şalvar, buna bənzər daha açıq rəngdədir və Stradivarius şalvarıdır. Amma bu no-name'dir. Amma sizə deyim ki, keyfiyyəti, məsələn də bu tikiş hissələri falan çox keyfiyyətlidir və əynində çox gözəl oturur. Gələn vloqlarda göstərərəm sizə. İndi isə sizinlə sağollaşıram və çalışdığım qədər də vloqları tez-tez paylaşacağam. Sağ olun.